Sənaye müəllim bugün deyib ki, Gülnare müəllim, sinifdə nəsə olub, belə böyüdüblər, şişirdiblər. Dedim, yox, heç nə olmayıb. Adəmlə Nihat. Dedi, Nihata nə olub? Dedim, Nihata heç nə. Döymüşəm dedim Nihatı. Nə olmuşdu? Dedim, bəs yıxılıb, əli cırılmışdı. Heç də tikib eləmişdilər dedim. Heç nə yıxılmışdı sadəcə. Yəni başqa bir söz deməyin. Bax sizə deyirəm ha. Eşidən biləm Sənaye müəllim onu başqa cür deyib mənə. Ondan sonra məndən inciməyin. Bildiniz? Belə deyin ki, yəni sinifdə sürüşüb ayağı yıxılıb əli cırılmışdı, taxtaya dəyib. Vəssalam. Başqa heç nə deməyin. Məndən soruşdu ki, nə olub, nə problem var, şişirdiblər yaman. Dedim, heç nə, uşaq elə yıxılıb əli şeyə dəyib də, pul cızıb əlini. Gedib tikiş zad atıblar ki, infeksiya keçməsin, vəssalam. O elə bilir ki, Nihata nəsə olub. Dedim, Nihatı döymüşəm. Yəni ki, Adəmə deyən sinifdə deyilsin, uşaqlara nə badə söhbəti böyütsünlər, sonra problem çıxacaq, hava deyirəm. Biz oradan problem yatızdırmışıq, bunlar burada problem çıxardacaqlar. Yəni, belə deyirəm də, polis bilsəydi, məktəbdə biz polis bilsəydi, yəni skoru çağırıb onu məktəbə şey yaparsaydı, xəstəxanaya. Deməli, bax, yolda şurada baş ağrıyacaqdı, onun da baş ağrıyacaqdı. Onlar, bax, onu mən elə yatsızdım, prosto. Yəni Sənaye müəllim elə dərinliyi bilməsin deyə ona görə deyirəm. Yəni uşaqlar deməsinlər ki, belə olub. Qətti ha, ay stol atdıq, ay nə olun, qətti. Bax, Adəmə dönə-dönə tapşırırsan.